Birinci suala baxaq. Deməli dostlar, birinci sualda məsələ nədir? Hər halda direktor sözünü görüb, Mirzə bu yazmısan deyə düşünürəm. Elə eləmsən. Sadəcə uşaqlar, burada problem bilirsiniz nədir? Davamındakı bu it is sözünü görə bilirsiniz. Bu soru üstündə it is. Əgər söhbət direktordan gedirsə, mən it is achievement deyə bilmərəm. Necə deyərdim? Yəni cinsini bilmirəmsə əgər, böyük ehtimal ya his yaza bilərəm, ya da hör yaza bilərəm. Elə deyil. Əgər ki, söhbət məndə o da direktordan gedirsə, insandan gedirsə. Ya his yazaram, ya da hör, ikisindən birini. İtiz yazmışamsa, deməli, bu mənə nəyi deyir? Test mənə onu demək istəyir ki, söhbət burada artıq direktordan yox, kimdən gedir, nədən gedir? İnstitutdan gedir. Elə deyil. İnstitut da təkdə olduğuna görə, üzrlüsən, cansız olduğuna görə mən onu which-lə verirəm. Y variantı. Aydındır, Mirtağa, bildin nəyə görə? Bir də uşaqlar, who's-u bilirsiniz də, who's-un hər iki tərəfində nə olmalıdır? İsm olmalıdır, elə deyil. Və hardakı siz apostrof s yaza bilirsinizsə, ismin yiyəlik halından söhbət gedir. O bərabərdir who's-a. Unutmayın. Məsələn, deyirəm ki, the girl nöqtələr tutaq ki, back. Sən əgər bu ortaya apostrof s qoya bilirsənsə, sadə nümunə yazdım. Məsələn, belə bir şey. Qızın çantası deyə bilirsənsə, bura %100 huz da yaza bilərsən. Heç bir problem yoxdur. Və yadınızda qalsın. Yəni, apostrof s yazıla bilən bütün yerlərə, bütün şeylərə, boşluqlara siz rahatlıqla huz da yaza bilərsiniz. Sonra 7-yə qədər var, uşaqlar. 3-də baxın, V-dən sonra bitmiş zaman gəlmir. A-nı çıxıram. Has-dan ümumiyyətlə indiki bitmişdir. V-ni buna görə atıram gedir. Digər məsələ, which-dən ya əvvəl, ya sonra isim olur. Bu da yadınızda qalsın. Yəni, tərcümə görə də yaza bilərsə, məsələn, bunu tərcüməyə görə yazmaq daha rahatdır. Bu testləri, what-dur, which-dir, nə bilim, why-dır və s. Amma desən ki, tərcümə edə bilmirəm, qaydasına getmək lazımdır da. Qayda olaraq da, məsələn, V-dən sonra bitmiş gəlmir. Which-də ya özündən sonra, ya özündən əvvəl isim olmalıdır. Bunu belə atıram. Sonra uşaqlar, məsələn, what yaza bilmirəm, niyə görə? Deyirsən, bilirsənmi, o bunu edib. Bunu deyirəmsə, təzədən what-u niyə görə yazmıram? Yəni, what nə deməkdir? Bu, o anlamında gedir də. Da bu sözünə iti vermişəmsə də what yaza bilmərəm. Hə, it olmasaydı what qoymaq olardı. Məsələn, what he has done. O nə edib anlamında. Amma o bunu nə edib deyə bilmirəm də, düzgün çıxmır. Who da düz gəlmiş uşaqlar. Who-dan sonra birbaşa mübtəda gəlməz. Bax, yadınızda qalın. Who, he. Bu biraz düz alınmır. C-ni də çıxırsın, qalır D. Sən bilirsən, o bunu niyə edib? Why. O bunu niyə edib? D variantı. V-dən sonra uşaqlar bitmiş zaman gəlmir. İndiki bitmiş zaman. Deməli, V-dən sonra indiki bitmiş zaman gəlmir. Tək when deyirlər uşaqlar. Orada biri də var ki, what time. Məsələn, onu da yadınızda saxlayın. Ondan sonra da şey gəlmir. Demək özüm baxdım, yadımdan çıxdı. Bax, 7. Axırda sözünü görə bilirsiniz. Burada biraz diqqətli olmaq lazımdır sözünü olanda.
Çünki sözünü varsa siz götürə bilərsiniz, belə deyək də, tərcümə eləməsək əgər, gözüm axtarmalıdır nə? Bu, what ola bilir, what da sözündən verirlər. Bir də ki, where. Where. Uşaqlar, where-də daha çox from sözünün üçün görmək olur. Bir də to. From-la to-nu. Niyə görə? Where to haraya anlamında gedir və ya from-da haradan. Məsələn, where are you from? Sən haradansan? Və bu anlamda verilir. Belə. Yəni, sonda sözünü varsa çalışın bu, what, bir də where istifadə eləyin. Belə. İndi gəl qayıdaq testə. Görüm, haradadır testimiz. Bax, fikir verin, to var axırda sözünün. Ona görə where-ni yazıram ki, where he was going to fly to. O hara uçmağa hazırlaşırdı. Hara uçurdu, yəni haraya uçmağa hazırlaşır. Necə? Wonder təəccüblənmək var, amma burada bilmək istəmək. Mən bilmək istəyirəm ki, buraya sözü yoxdur. Bax, o problem oradadır. Özündən söz əlavə eləmirsən buraya. Sadəcə necə var? To burada şey qalır da, elə bir necə deyil, boşda qalır. How to, necəyə alınmır. Where to daha yaxşı. Sonra qala 9. Baxın, sizə artıq mizahda qeyd eləmişdim. As, so as və so that. Bunların üçünün də ortasında sifət işlənir. Sadəcə məsələ orasındadır ki, əzəzlə so as müqayisədir. Kimi anlamını verir. Və so as ancaq istifadə olunur inkar cümlələrdə. Yəni, sənin cümlən inkar deyilsə, sən ora so as yaza bilməzsən. Amma əzəzə problem yoxdur. Əzəz həm inkarda ola bilər, həm də ki, təsdiq cümlədə verilə bilər. Sadəcə mənaları kimi deməkdir. Əzəzdə, so as-də kimi. Amma burada tərcümə eləyəndə kimi anlamı düz gəlmir. Deyir, mən elə yorğun idim ki, dərhal yatmağa getdim. Görsən, burada elə ki mənasını verir. Ona görə so that götürürsən. I was so tired that. Mən elə yorğun idim ki, dərhal yatmağa getdim. Saç tət götürə bilmirik. Çünki saç tətdə ya isim olmalıdır ortada, ya da ki, sifət isim ola bilər. Uşaqlar belə. Bir də ki, D variantında da belə bir cüt bağlayıcı yoxdur. So, nöqtə, for versiyasını verə bilmirsən. Bu formada. Aydındır fikrim. Deməli, gəlməmişə bax. Ne döndü bu? Bir də uşaqlar, əzəzlə bağlı bir cümlədə qurun burada. Əzəzlə və o sodətin fərqini görəsiniz. Məsələn, əzəzdə biz nə dedik? Dedik ki, kimi mənasını verir də. Yazıram ki, tutaq ki, bugün dünənki kimi istidir. As hot as yesterday. O fikir verin. Yəni, əzəz kimi mənasını verir. Bir növ bax, dünənlə bugünü elə bir eyniləşdirir. Dünənki kimi bugün də istidir. Və yaxud da bugün dünənki kimi istidir anlamında. Ona görə, yəni tələbələr çox vaxt soruşur ki, hə müəllim, axı sodətdən sonra da isim gəlir. Daha doğrusu sifət gəlir, əzəzdən sonradır. Mən bunu necə fərqləndirim? Yəni tərcüməsinə uşaqlar baxmaq lazımdır. Ya da ki, məntiqini belə tutmaq olar. Əzəz olanda əksərən özündən sonra bir dənə söz gəlir. Bax, fikir verin. Əzəz yazdığımız yerlərdə əksərən özündən sonra söz götürürsən. Amma sodət yazılan yerlərdə o hansı test idi? 13 idi, 9 idi. Amma sodət olan uşaqlar, bax gör cümlə gəlir. I went to bed at once. Mən dərhal yatmağa getməliyəm, yoxsa getdim mən. Deməli, sodət olanda daha çox cümlə gəlir. Əzəz və yaxud da soəz olanda daha çox söz gəlir. 13. 13-lü uşaqlar which yazaram. Niyə görə? Of-u görə bilirsiniz sözün. Bax, özündən dərhal sonra sözünü gələ bilər. Məsələn, which olar. Whom of yoxdur, what of da yoxdur, why of
whose of, yəni bu ifadələr olmadığına görə, yəni which of götürmək olar. Deməli, bir daha deyirəm. What of, whom of, nə bilim, why of, whose of, bu kimi ifadələr yoxdursa, which of. Yadınızda saxlayın. 17. 17-də askdan sonra dət gəlməz. A-nı çıxırsınız. Sonra why-la uşaqlar bilirsiniz ki, for olmaz. Bu cümlənin ən sonuna baxın. Axırda for var. Why-la for olmaz. B-lə Y-ni çıxdım, A-nı çıxdı. Bax, bir daha deyirəm. Askla dət vermək olmaz. Why-la for olmaz. B-lə Y-ni də çıxdım. Qalır C ilə D variantı. Əksərən dimin testlərində mən nə görmüşəm uşaqlar? Tərcümə eləyə bilməsəz, askla çalışın, if yazın və yadda saxlayın. Yəni, bundan sonraki testləri də görəcəksiniz. Məsələn, indi səhvlər çıxdıqca qabaqda. Ask, if, əksərən ask, if verirlər. Amma tərcümə baxımından da C variantı bura daha uyğundur. Bir, Jack bilmək istəyirdi. Yəni, belə deyək də, Jackdən soruş daha doğrusu. O bilirmi bu insanlar nə üçün buradadılar? What for bilirsiniz ki, istifadə oluna bilər və what for nə olur? Why-ın şeyini bildirir də, sinonim kimi bir şeydir. Bir də ki, if xəbərdən sonra gələndə mənası əgər olmur. Artıq orada if-in mənası nə olur? Mı, mi, mu, mu. Yəni, Jack-dən soruş, o bilirmi? Belə testlərdə, yəni xəbərdən sonra if gəlirsə, o zaman onu əgər mənasına tərcümə eləmirsiniz. Mı kimi gedir, sual ədatı. Bilin. Qalır doğru cavab C. Sonra 9. Sonra burada B yazaram da. Bu səbəb bildirir. O heç vaxt tələbəçiyə getmir. Nə səbəbə? Çünki bağı var. B. O C-nin uşaqlar izahını atmışam axı. Because of söz birləşməsi götürür özündən sonra. Because of-dur, due to-dur. Bunlardan sonra cümlə gəlmir. Söz birləşməsi olmalıdır. Amma she has a kitchen garden. Bu artıq cümlədir. Because of deyir ki, məndən sonra gələ bilər ya söz, ya da söz birləşməsi. Cümlə gəlməz. Ona görə C-ni götürə bilməzsən. Sonra. Sizə qədər varmı uşaqlar? Deməli, uşaqlar, tillə antil eynidir. Bax, fikir verin, qədər mənasıdır. B ilə Y-ni buradan çıxaram. Mənə lazım deyil. Böyük ehtimal burada so olar. Çünki batda da bilirsiniz ki, hər iki tərəfin inkarda olmağı düz deyil. Batda çünki bir tərəf inkar, o bir tərəf təsdiq olmalıdır ya da əksinə. Qaldın A-nın C arasında. Bu da deməkdir ki, it wasn't a long journey. Uzun səyahət deyildi. Beləliklə, və yaxud da buna görə də, o mənanı nə verir mənə? So. Oğlan qətiyyən yorulmadı. As burada çünki mənası verə bilər və yaxud da kimi mənası verə bilər. Yenə də yəni düz olmur məna bax. Var. 21-də buya yazarıq da. Nə yazmışsınız bura? Which-i yazsan gərək D-ni də yazasan da. Which-lə dət bir-birinin nəyi sayılır? Sinonim. Həm də ki, uşaqlar, burada hərəkət var, yəni yer məzmunu var. Biz yaşadıq. Harada? Sonra which heç vaxt yaza bilməzsən. Which yazmaq üçün oradakı söz gərək obyekt olur, əşya olur. Məsələn, biz satdıq olsa, hə, olardı. Haranı satdıq? O bir əşya kimi nəzərdə tutursan ki, evi. Amma biz yaşadıq. Burada yer var. O evin içində yaşayırsan da sən. Yer məzmunu var deyə gərək V-yə qoyasan. Haradakı bir bu evdir. Haradakı biz yaşadıq. Həm də onları qoyuram kənara. Tərcümə elə test var, bəli, tərcümə lazımdır. Amma məsələn 21-də lazım deyil. Zaten which-lə dət bir-birini nəyi sayılırlar? Sinonimləri. Sən which-i yazsan, geri dət də yazırsan. Yəni o baxımdan C-ni götürmək daha məntiqlidir. Sonra
Dostlar, I refuse deyirsə, bax 25-də mənim odaq nöqtəm haradır? Vergüldən sonra. Refuse nə deməkdir? Rədd etmək. Deyir, mən rədd etdim orada qalmağı. Rədd eləyibsə, deməli, nədir orada? Bir inkarlıq var. O otağı nə bəyənməyib, nə də rahat deyil, nə də nəsə bir təmizlik falan yoxdur hər halda. Ona görə doğru cavab kimi ya C-ni götürərəm, ya Y-ni götürərəm. İkisindən birini. İnkarlıq yaratsın deyə. C-də isə bilirəm ki, neither or olmaz, nor olmalıdır, qalır Y variantı. Bir otaq, deyir, nə otaq, nə də ki otel rahat deyildi. Buna görə də nə eləyirəm? Oradan yaşamaqdan imtina elədim, orada qalmaqdan imtina elədim. Y variantı. Sonra sənə var şu an. Burada da həmin məsələdə bir tərəf bayaq ki, bax, əzəzlə böyük ehtimal soda ikisindən biri olmalıdır. Baxın uşaqlar. Small sifətdir, elə deyil. Sən sifətlə hansıları verə bilirsən? Ya sodəti verərsən, ya da əzəzi ver. İkisindən birini verərsən. Əzəzi verməm üçün bayaq belə danışdıq da, əzəzdən sonra gərək bir söz gəlsin. Yəni uzun cümləyə ehtiyac yoxdur. Cümlə kimi gəlirsə, onda gərək sodəti götür. Deyir, uşaq elə balaca idi ki, fikir verin, elə balaca idi ki, mən onu bir əlimlə qaldırdım. Əzəz kimi mənasını verir. Ona görə B-ni yazarım. Sonra 39 dediniz. Uşaqlar, 39-da gəlin birinci belə çıxda şey. A-da bosor yoxdur. Boss and olmalıdır, elə deyil. A getdi. C-də only or belə bir bağlayıcı yoxdur, bu da getdi. İndi qaldıq B ilə Y və D arasında. İndi məsələ odur ki, belə qrammatik baxımdan əslində nə B səhvdir, nə D səhvdir, nə də Y səhvdir. Sadəcə mən bura məna olaraq gərək yanaşam. Deyir, fiziki və mental aktivitələr bizi həm güclü eləyir, həm də sağlam eləyir. Buna görə B-ni götür. Yəni qrammatik baxımdan A-la C-ni çıxa bilirsən. Okey. Niyə görə? Çünki bosor deyə bir bağlayıcı yoxdur, only or deyə bir bağlayıcı yoxdur. Elə deyil. Amma üçü arasında qalanda B, D və Y variantı arasında bunların çıxdaş eləmək üçün bir səbəbin qalmır. Sadəcə bir dənə onu tərcüməyə görə qoydum ki, fiziki və mental aktivitələr bizi nə edir? Həm güclü eləyir, həm də sağlam eləyir. Buna görə B daha düzdür. Yox, inkar eləmir uşaqlar. Sadəcə olaraq inkar cümlədə nə eləyə bilər? İstifadə oluna bilər. Nəyin əvəzinə istifadə oluna bilər? Neyzə norun əvəzinə. Çünki neyzə nor özü inkar olduğuna görə sən onu təzədən inkar cümləyə yaza bilmirsən. Bu baxımdan inkar cümləyə gətirib ayzor yazırlar. Amma o demək deyil ki, ayzor özü cümləni inkara çevirir, yəni nə bilim özü ancaq inkarda verilir, elə bir şey yoxdur. Təsdiqə də gedə bilər. Ya da. Bəli, mənası bir növ both-and-in sinonimidir, məna baxın. Həm də deməkdir. Həm. Sonra əliflə qədər var. Uşaqlar, bax, for görə bilirsiniz, söz önüdür. What for. Mən hələ də bilmirəm, o nə üçün gəldi. Why for zaten olmaz. Yəni, when for da olmur, if for da olmur. Yəni, burada ipucu sondakı söz önüdür, for. Ona görə what-la, ümumiyyətlə söz önü olanda what, who və yaxud da where. Where daha çox from-la, to-da istifadə olunur. Daha geniş formada what-la who-dur söz önlü versiyalar. What for da nə üçün anlam? 43. Şurada yenə burada place yeri bildirir. She had met him before. O, onu əvvəl qarşıladı və yaxud da gördü. Fikir verin, harada? Burada bir yer məzmunu var. Harada görüb bu insan?
Ona görə V-yə qoymalıyam. B. Həm də ondan əlavə, bax bayaq desən əleyhdən səvi. That-lə which. Görürsüz, A-la S. İkisi də sinonimdirlər bunlar. Elə deyil. Yəni sən götürüb məsələn, çaşıb orada fikirləşsən ki, place cansızdır, nə bilim, əşya kimi yanaşım ona, götürüm which yazım. Bəs that-i nəyə görə yaza bilməyəsən? Axı bunlar sinonimdirlər. Yəni hər daim bir-birini əvəz eləyə bilirlər. Yəni sağ olsun ki, Tim, məsələn bu testdə bizə biraz güzəşt eləyib. A-la S-ni belə çıxa bilərsən. Whom onsuz götürə bilmirsən. Whom-dan əvvəl insan olmalıdır. D getdi. V-dən əvvəl gərək tarix olsun, zaman olsun. Y də gedir. Qalır B variantı. Bir haradakı onu əvvəl nə eləmişdim? Görmüşdüm. Aydındır? Uşaqlar 45 də həmin məsələdir. Görə bilirsiniz. Which-lə that table-a görə məsələn çox adam which yazır. Olmaz. Which-lə that çıxdın, qalır V-yə. Bax fikir verin, sənin atan görəcək. Harada görəcək? Masanın üstündə. On the table. Bu da yer məzmunudur. Yəni burada söhbət masadan getmir ha. Masanın üstündən gedir. Bax fikir verin. Məktubu masanın üstünə qoy. Haraya? Masanın üstünə. Haradakı atan onu nə eləcə görəcək? Bu tərcümə tərəfidir. Həm də uşaqlar yenə deyirəm. Which-lə that əgər ikisi də bir variantda varsa, onlar artıq sinonimdirlər. Siz onları götürə bilməzsiniz. Bir də A variantında what-dan əvvəl isim olmaz. Bunu dəfələrlə demişəm sizə. V-dən də əvvəl bayaq nə dedik? Gərək zaman anlayışı gəlsin. Nisbə əvəzliklərdə. Yəni adi belə isim gələ bilmir. Qalır C variantı. Zaman V. Sonra 51 deyim. 51. Uşaqlar 51-də fikir verin, burada didn't var, inkar. Diqqətlə baxın. Əslində bu sizə böyük bir ipucudur. Niyə görə? İnkarda both and olmaz. İndi deyəsən bundan sonraki testlərdir inkarlar, səhv eləmirəmsə. İnkarda both and olmaz. Və A getdi. İnkarda ikinci bir neither nor olmaz, ya da neither nor olmaz. Çünki inkarda yaza bilmərəm. Uşaqlar, D niyə görə səhvdir, kim deyər? Biraz da siz deyin. Bəli, or olmalı uşaqlar. Bunun cütü səhvdir. Bir də ki, C variantında whether but deyə bir şey yoxdur. But yox, orla verirlər bunu. Bəs desəz müəllim, mənası nədir? Yoxsa. Və deyir, Tedin insidentlə bağlı məlumatı yox idi. Və fikir verin. Beləliklə o bilmirdi. Getsin, o nə deməkdir? Yəni getsin. Yoxsa evdə qalsın. Whether or cüt bağlayıcıdır və daha çox inkar cümlədə istifadə olunur, yadınızda qalsın. Mənası da yoxsa anlamındadır. İki dənə seçimi göstərir. Bir, o bilmirdi ki, getsin, yoxsa qalsın. Ona görə Y. Əslində, bunu rahat çıxış eləmək oldu. İnkara görə both and-i çıxdım. Both and inkarda verilmir. Necə nor və özü inkardır. İkinci bir inkarla yola getməz. Sonra C-də whether but deyə bir bağlayıcı yoxdur. D-də də ki, nor yox, or olmalıydı. Sonra 53 var. 53-də deməli nə götürərik? Bax, V-əni götürə bilməz. Elə deyil. Rahatsızda mənə hər halda. V-dən əvvəl nə olmalıdır? Yer. People nə demək dostlar? İnsanlar. Elə deyil. Yəni, insan yer bir anlayışı bildirmir. Ona görə V yaza bilmərəm. What-dan əvvəl dediyi isim olmaz. Bu da məlumdur. B-yin də çıxdı. Whose-da danışdıq ki, bura whose-u yazmışdım. Dedim, hara apostrof S yaza bilirsən, ora whose yazmalısan. Baxın bura. Hara apostrof S yazsan, götür ora whose yaz. İndi qayıdıram testə. Gör, ora apostrof S qoymaq olur. İnsanların məni. Alınmır axı. People's I ifadəsi var ingilis dilində. Whose da getdi öz işinə. Qaldın A-la D arasında. Which-dən əvvəldə uşaqlar bilirsiniz ki, insan gəlməz. Yəni, dünya dağılsa da, which-in əvvəlində insan qoya bilməzsən. Ona görə A da gedir, qalır D, who. Siz who-nu əgər yazmamısan ki, məsələn, tutaq ki, who-dan sonra xəbər gəlməlidir. Uşaqlar, burada who əslində whom-u əvəz eləyib.
Who with sözünü görə bilirsiniz. Who with. Onsuz bu bərabərdir whom-un özünə. Yəni who with, who-la sözünü verəndə whom-a bərabər olur. Amma sən əgər görsən ki, məsələn, bu tipli testlərdə whom-u sənə verməyiblərsə, who-nu yaz. Yəni ona ən yaxşı, ən bənzəri who-dur. Niyə görə götürüb məsələn atıram which yazasan? Elə adam var which yazır. Eləsi var whose yazır və əlaqəsizdir. Məsələn v yazan olur, tutaq ki deyək. Yəni whom-a ən yaxını götürüb yazaram da, ən azından düz olsun deyə. Aydın fikrim. Sonra uşaqlar. Bilirsən əvvəldə nəsə var idi, əl oxusan. Məsələn 56 2000 gözümə sataşdı. 23 21-də qəbula düşüb. Yəni baxa bilərsiniz. Hansı variant olar? 21-də qəbula düşüb. C olar. Və deyir ki, John real dostdur. O göz səbəb istəyir. Nə səbəbə? Çünki o həmişə bizə kömək eləməyə hazırdır. Because. As if sanki deməkdir, but lakin, zo baxmayaraq ki, when-dəki anda, əndə anlamında gedir, zaman bilir. Və nə vaxt ki, zaman bilir. 57 dedim, mütləq. Bax, indi uşaqlar, problem nədən qaynaqlanır? Bax, mən izaha demişəm, və ilə in vermək olmaz axı. Və-nin sinonimlərini kim deyər mənə? Söz önlü versiyaları. Aha. Uşaqlar, bir var və-yə, yer bildirənə yazırsan. Bir də var və-nin sinonimləri, düz dedilər. In which ola bilər. Bəli, tamamilə doğrudur. Sonra uşaqlar, ola bilər ki, which aralara sözlər girsin. Axırda in yazıb, bunu da və ilə sinonim eləmək olur. Və yaxud da that aralara sözlər girə bilər. Axırda in olsun. In that ifadəsi yoxdur, yadda saxlayın. Ümumiyyətlə ingilis dilində. Who və that-dən əvvəl sözünü gəlməz. Unutmayın. Aha, boşluq indi ola bilər. Who və that-in əvvəlində burada sözünü olmaz. Elə yazıb, sözünü olmaz. Yəni, bu onu göstərməyə çalışıram ki, who və that-dən əvvəl sözünü olmur. Bəzi testlər var, gətir ora belə yazır. In that. Sən üzü bilməlisən ki, bu ifadə yanlışdır. Və indi qayıdıram testimə Mirtağı, diqqətlə bax. Axırda ini görə bilirsən, in. Sən ora v-yə yaza bilməyəcəksən. Çünki v in ifadəsi yoxdur. Onun əvəzinə nə götürürsən? Which. Onsuz which özü burada nə which in olur və nəyin sinonimi olur? V-nin sinonimi olur. Aydındır? Məsələn, which olmasaydı, tutaq ki, that olsa, that də götürmək olardı. Yəni, nə bilim, boşluq olsaydı, boşluq da götürə bilərdin. Yəni, sadəcə in özü də v-əni əvəz eləyə bilər. Bu aydınsa, sualınız yoxdursa, növbətini deyin. Bax, 59 uşaqlar. Bir dənə fikir versəz, nəyə? Or var burada, elə deyil. Bu orun uzlaşa biləcəyi bağlayıcı cütü hansı ola bilər? Whether. Həm də görürsünüz inkardadır. 2 dənə seçim var yenə. Bendir qərara gələ bilmirdi. Dəvəti qəbul eləsin, yoxsa eləməsin. Whether or. Sonra 61. Qala. Baxın, teachers bunun tərcüməni də yazmaq olar. Yəni, tərcümə eləsəz who çıxır. Həm də ki, qayda olaraq da sizə nə demişdim? Əgər boşluqdan əvvəl insan gəlirsə, sonra da xəbər gəlirsə, explain nə deməkdir? İzah etmir. Sən ora who yaza bilərsən, okey. Bir də burada mənə ipucu olan bilirsiniz nədir? İkinci tərəfdə necessary görə bilirsiniz. Necessary nə deməkdir mənası? Vacib, sifətdir. Yadda saxlayırsınız. How-dan sonra sifət yazmaq daha yaxşıdır. How necessary, yəni necə də vacibdir. Məsələn, tutaq ki, öyrənmək. Bunu öyrənmək necə də vacibdir. Ona görə how necessary götürərəm. Bir də ki, əvvələ who qoyaram. B variantı. Yazmaq daha düz olur. Çünki what, yəni why necessary biraz düz gəlmir axı. Why necessary it is to learn. Yəni qayda olaraq
sifət olanda how-la götürülür. Bəlkə də bilmirəm, tərcüməsi uşaqlar eləyəndə Azərbaycan dilində uyğunlaşdırsa, amma bəzi şeylər var ki, onlar necə deyərlər, hərfi tərcümədən də kənara qaydaya da əməl eləmək lazımdır da. Məsələn, mən həmişə orada şey deyirəm, Veni. Məsələn, Veni-dən deyirik ki, sonra indiki bitmiş zaman gəlməz, amma danışıqda istifadə eləyirlər. Niyə görə? Tərcümələri necə deyirlər, uyğunlaşır. Amma qayda budur ki, qayda deyir gəlməz. O baxımdan biraz qaydaya da gərək əməl eləyək. Sonra 63. Baxın, ask var. Böyük ehtimal if yazaram. Ask if. A ilə C arasında qalsam əgər, when-dən sonra da bitmiş zaman gəlməz. Baxın, yenə qayda. Have come burada bitmiş zamandır. Qalır C variantı. Ki, why they have come, onlar niyə gəliblər və nə istəyirlər? Bax, fikir verin. What they want. Onlar nə istəyirlər? Bir C-ni götürmək olar əslində. Onsuz V-nə görə A ilə D gedirdi. Məsələn, şey eləsəz. Askdan sonra dət gəlməz, B də gedir. Və C ilə Y arasında qalanda C daha düzdür məna baxımından. Yəni, I ask what anybody bu bir düzgün məna vermir də. Həm də yenə deyirəm uşaqlar, tərcümə eləyə bilməsəz, ask if, çalışın bunu götürün. Ask if. Sonra baxın, didn't inkardır. Was inkarda olmur, bayaq dedim. C-dən nor yox, or olmalıdır, cüt səhv. B-də onsuz inkardır, iki inkar bir yerdə gedə bilməz. When V-yə dedi bir cüt bağlayıcı yoxdur, D də səhvdir. Qalır hansı variant? Y. Yəni yoxsa anlamdır. Mən bilmirdim ki, oyanım yoxsa to get up, to go on, lying on to bed in my clothes. Hə, bilmirdim ki, ayılım yoxsa deməli, paltarlarla bir yerdə yatmağa davam edim. 2 dənə seçim var da yenə. Get up-la, go on, lie. Amma tərcümə eləməsəz də uşaqlar, yenə də şeylərlə çıxış eləmək olurdu. Was bir daha deyirəm, inkarda olmur. C-də cüt düz deyil, nor yox, or olmalıdır. B-də 2 dənə inkar bir yerdə olmaz. D-də də when-lə V-yə. Bax, problemi bu yaradır. Belə bir cüt bağlacı yoxdur. Bunlara iki hissəli bağlacı deyirlər. Təbii ki, ödəməlikdə o şey, yəni uyğunlaşmalıdır var. Sonra və də or hə. Sonra sağ ol. Uşaqlar 67. As gördümsə nə götürərəm? If, bəli, A variantı. Gör uşaqlar, görün neçənci testdə hələ bu tək rəqəmlərdə, cütlərdə də var. Ask if. Yenə deyirəm, bu testlərin çoxu whichdir, nə bilim ifdir. Bunlar biraz tərcümə istəyirlər. Yəni biraz işinizi rahatlaşdırıram da. Gördünüz birdən də qəbula gəlib düşər. Ask görəndə if götürün. Həm də ki, uşaqlar, əlavə nə eləmək olar burada? Başqa nəyə baxmaq olar? Məsələn, country yer bildirir, elə deyil, məkandır burada da, deyir ölkədə, harada. Böyük ehtimal ikinci tərəfə də V-yə yazmaq lazımdır. Belə də baxsan, A ilə D-nin arasında qalırsan, amma askdan sonra da dət gəlməz. Məsələn, D-ni ona görə çıxarsan, yenə də A variantı qalar. Belə. Deyir ki, o soruşur, mən heç dilini bilmədiyim ölkədə yaşamışammı? Belə. Və bayaq da dedim uşaqlar, if burada əgər anlamında getmir. Birdən də əgər kimi tərcümə eləyərsiniz, o biraz problem yaradar sizə. Çünki əgər olanda bir də görsən tərcümə düz gəlmir. Əgər if xəbərdən sonra, yəni və yaxud da feildən sonra gəlirsə, o zaman mənası olur mı, mi, mu, mü, sual ədatı. Sonra 71. Baxın, məsələn uşaqlar,
71 yaxşı oldu elə qabağımıza çıxdı. Bu bayaq kimi deyirdi qarışdırıram V ilə biçi. Bura diqqətlə baxsın. Bax burada house var, evdir, elə deyil. Məsələn, bu testdə üzü bilmirəm. V də yaza bilərəm, which də yaza bilərəm. Çünki belə konkret çıxış eləmək olmur. Məsələ odur ki, uşaqlar, baxın. Has been empty for a year, has just been sold. Bir il idi ki, boş idi, indicə satıldı. Hara? Uşaqlar, üzü burada görürsünüz, bu evə nə kimi yanaşıblar? Əşya kimi. Yəni, mən əgər bir şey satıramsa, deməli, bu məndə nə oldu? Biraz əşyalaşdı da. Elə bilin ki, söz yoxu, evi indi əlimlə götürüb aparıb sata bilmirəm, amma fikirləşin ki, bir çanta satırsan. Bir əşya kimi əlində götürdün, satdın. Bax, bu da o anlamda. Artıq sən bura V yaza bilməzsən heç vaxt. Çünki yer məzmunu yoxdur. Bu elə bilin ki, bir obyektdir. Ona görə which götürərəm. Ora, böyük ehtimal. Which-də yazsam, hansını götürək? Jack says when the house has been. Hə, yeri də V-ni götürə bilmərəm. V-dən sonra bitmiş zaman gəlməz. Y də gedir, qalır D variantı. İndi mən sizə bir dənə bir şey deyim. O kim qarışdırırdısa bir dənə baxsın. Uşaqlar, əgər which və yaxud da that varsa, o variantda, məsələn, biz belə dedik də bayaq. Which, that və V. Belə üçü də bir yerdə verəndə A, B, C, D. Məsələn, tutaq ki, A-da veriblər which, B-də veriblər that, C-də veriblər V. Böyük ehtimal orada C variantı olur. Niyə görə? Çünki which ilə that bir-birini sinonimidir. Amma gəlib sənə A variantında which yazsa, orada bilmirsən də, B variantında da V yazsa, that-i verməsə, bilməyəcəksən də, sinonimi var ya yoxdur. Onda nə eləyirsən? Sual verirsən. Əgər harada sualına cavab verirsən, çalışıb V-yə götürürsən. Amma hara sualına cavab verirsən, o zaman which götür və yaxud da hansı sualına cavab verirsən. O zaman da which verirsən. Məsələn, baxın elə bu testin özünə. Satıldı. Has just been sold. Satılıb. Hara? Görə bilirsiniz. Yəni, burada yer məzmunu yoxdur. Bir daha deyirəm. Əşyalaşıb bilinir. Bunu bir V ilə götürmək olmaz gətirir. Yaxşı. Uşaqlar, kimin sualı varsa deyə bilər. Problem yoxdur. Bir, 5. 3, 5 olmaz uşaqlar. Yenə də burada place var. Və in var. Görə bilirsən. Bax, sən anadan olmusan. Bax, you were born. Davamını heç oxumur, amma you were born. Anadan olmusan. Bir dənə sual ver. Sən anadan olmusan. Necə sual verərsən? Uşaq, nə zaman yox? Mən burada şeyə görə gedirəm. Yer istəyirəm. Burada nə zamanda yoxdur axı. Və nə görə niyə sual verirsiniz? Harada? Üzr uşaqlar, bilirsiniz, sualını da tərsə verdi. You were born. Sən variantlara görə ver də sualı. Nə zaman, niyə görə verirsiniz? Yəni, burada bir when olsun ki, nə zaman deyəsiniz. Yəni, mən burada V-dən söhbət gedir. Yəni, məkan anlayışı bildirdiyini yoxlamaq istəyirəm. You were born. Bəli, məsələ orasındadır ki, sən V-yəni in-lə verə bilmirsən. Ona görə də qalır which-lə that. Bayaq yazdım bura, elə deyil. Zaten which in və that in nəyin sinonimi olur uşaqlar? V-nin sinonimi olurlar. Yer bildirə bilirlər. Biri götürürsən, 5-i götürürsən. Bundan əvvəl axı, əridirsən səhvən deyim. Bundan əvvəl axı insan gəlməlidir. Place insandır. Məsələ burasınız uşaqlar. Who-la whom-u götürəndə birinci əvvələ baxmaq lazımdır. Əvvəldə insan durmalıdır who və whom-da. Yəni, place-ə mən nətə whom deyim? Place cansız bir məkandır, yerdir, nə bilim, obyektdir. Sən oraya heç o whom yaza bilməzsən. What da ümumiyyətli olmaz. What-dan əvvəl isim olmur.
V-ni əgər bildinsə ki, inə görə V də olmaz, avtomatik 1-5 qalır. Uşaqlar, bu tərcüməyə görədir. Bunu o gün də baxmışdım. I always, daha doğrusu əyan dərsdə I always do, mən həmişə edirəm. Mənə nə deyildisə, what I am told. Bir də ki, mənə deyildiyi kimi deyərəm, edərəm hər halda. 3 ilə 4. Çünki as if sankidir, mənası düz gəlmir. That də biraz düz gəlmir. That ya ki mənasını götürərsən, ya da hansı anlamında. O da ki, hansı anlamında onsuz which-in sinonimidir. Gərək which götürəsən ki, that də yaza biləsən. Yəni which-in özəlliyi nədir uşaqlar? Bayaq dedim, which-dən ya əvvəl isim olur, ya da özündən sonra. Belə. Yəni 3 ilə 4-ü götürmək olar, sırf mənaya görə. Məsələn, 78-ə baxın, burada da 3 ilə 4-dür. Onlar nə söz verdilərsə etdilər və yaxud da onlar söz verdikləri kimi etdilər. As they had promised. 79-da. Şu an 79-a baxaq. 79 yadıma gəlir, birinci cəhddə izah eləmişdim sizə. Bu qəbula düşür, bu sual. 2020-də. Elə orada da açıq sual kimi düşmüşdü. İndi söz yox. 2020-də qrammatika sualları çox idi, ona görə açıq düşürdü. Amma sizə düşsə də qapalı düşər. Məsələ nədir uşaqlar? Burada had və özündən sonra gələn o V3. Hansı zamanı yaradıb, kim deyər? Yox, zaman olaraq hansı zamandır? Keçmiş bitmiş. Uşaqlar, söz yox, inversiya var, düz xatırladım, Mirtaq elə demişdim. Amma məsələ budur ki, çox sizi çətinə salmaq istəyirəm, inversiya var, nə o var, bunlar demirəm. Bax, bu görürsünüz ki, keçmiş bitmişdir də, had gone. Ya 80-ə baxın, had tried. Elə deyil. 2 dənə keçmiş bitmiş. Və görürəm ki, bu bitmiş zaman parçalanıb. Arasına nə qoyublar? Bir boşluq. Uşaqlar, sizin bildiyiniz sadə bağlayıcılar bitmiş zamanı bölə bilməz. Bax, məsələn, neither nordur, either ordur, not only but also'dur. Bu tipli bağlayıcılar bitmişi bölüb onların ortasına girə bilmir. Yəni, inversiya yarada bilmir. Onu yaradanlar hansılardır? Yazıram da. 4 dənə falandır. Baxın. Barely when, hardly when, barely when, bir də nussunur dən. Hamısının da mənası inkardır. Və yadda saxlayıram. Bu 4 dənə bağlayıcı nə elədi? İnversiya yaratdı. Yəni sözümüz nədir? İnversiya nə deməkdir? Yəni bitmiş zamanı parçalayır. Bax, qabağına lor dildə yazıram. Bitmiş zamanı ayırır. Bu 4 bağlayıcını yadda saxlayın. Bax, testə qayıdıram. Bax, fikir verin. Barely when, daha doğrusu 3-də hardly when, 5-də no sooner than, 3-5. 80-də də nə olacaq? No sooner than, bir də hansını götürərəm? Hardly when. Bəs 81-də uşaqlar hansını götürərik? Bir də ki, scalar 1-dən 3 bölü. Yəni, bir daha deyirəm. Gördünüz ki, bitmiş zamanı parçaladı. Sözcük, buna ingilislər inversiya deyirlər. İndi elmi tərəfi odur. Elə bil ki, xəbər keçir qabağa. Bizdə də olur, məsələn, neylərdin ilahi. Məsələn, neylərdin keçdi ilahidən əvvələ. O inversiyadır. Amma məsələ budur ki, uşaqlar, o tərəfi qoyuram kənara. Sən sadə yanaş. Bitmiş zamanı parçalaya bilən, yəni ortasına girə bilən 4 dənə bağlayıcı var. Barely when, hardly when, scarcely when, bir də nussunur da. Məsələn, mənası da belədir. Məsələn, I had scarcely reached home when it began to rain. Deyir, mən evə çatmamışdım ki, yağış yağmağa başladı. Hardly when də o anlama gəlir. Yəni, deyir, mən evə çatmamışdım ki, hələ deyir, çatmamışdım.
Yağış nə elədi? Yağmağa başladı. Və bu anlamı verirlər. Sonra 83 də bu arada qəbula düşüb. Elə 2000-lərdə düşüb, 2020-lərdə daha doğrusu, amma dəqiq yadımda deyil ili. 2020-lərdədir amma bu 6 ilin içərisində düşüb elə. Məsələ nədir? Room sözünə görə V yazaram. Və Robert yatır. Harada? Otaqda. 2-yə C yazaram. Böyük ehtimal. Reason görən kimi why yazın dostlar. Reason why. Reason səbəbdir. Why da niyə deməkdir. Səbəb varsa niyyətsiz də olmalıdır. Elə deyil. Reason why. 1-ə D-ni götürərəm. 3-ə də ki B yazaram da. D nə deməkdir? Gün. Vaxt bildirir deyə, zaman bildirir deyə burada when qoyuram. Məsələn, A-nın aha, AV. You have to let me know. Sən mənə icazə ver. Axı, tomorrow axı burada uşaqlar, məsələ bilirsiniz nədir? Nisbi əvəzlik özündən əvvəl gələn zamanı izah eləyir. Sən əgər cümlənin o biri tərəfində tomorrow deyirsənsə, when demək axı mənasız qalır. Sən özü bildirirsən də, nə vaxt gəlir bu adam? Sabah gələ bilir, elə deyil. Təzədən when yazmağın nə əlaqəsi? Bir dənə siz onu qarışdırırsınız ki, when məsələsi uşaqlar tək when deyil. Whendir, where'dir, who'dur. Bunlar nisbi əvəzlik olanda özündən əvvəlki ismi təyin eləyirlər. Yəni, özündən sonra zaman yazmağın mənası yoxdur. E-də nə fikirləşirdiniz yazmaq? When, hə, su, eyni, olmaz. Yəni, məsələ odur ki, bəli, o suna görə olmaz. Məsələn, why da yazmaq istəyən olur şeyə, 1-ə. Yox, daha doğrusu 1-ə Y də yazmaq istəyənlər var. Amma uşaqlar, why ilə for olmaz axı. Bu məsələ də var. İçərisinə deyəndə burada bu elədir ki, for gedib why-a aid olur. Amma bəzən olur ki, yazır for him. For artıq orada konkret himə aiddir. Sən why götürə bilirsən. Orada tərcümə yenə də lazım olur. Bəzi məsələlər var ki, uşaqlar, biz bilirsiniz necədir? Ötəri şey edirik. Məsələn, deyirik bu olanda bu olmaz. Keçən dəfə də dedim sizə. Bunlar biraz necə başa salım sizə? Yəni şey məsələlərdir. O söz var ya, çiy söhbətlərdir. Yəni %99 ödəyir, amma 1% ödəməyə də bilir. Niyə görə? Tərcümə işin içinə qarışa bilər. Cümləni dəyişə bilər. Nə bilim, müxtəlif versiyalara sala bilər. Ona görə qaydadan da əlavə bəzi hallarda cümləyə də baxın. Hər tərəfdən fikir vermək lazımdır. Özü xüsusən də bu indiki imtahanlar üçün. Deyin, keçə bax. Uşaqlar, bir də söhbət şeydən gedir. Laradan. Çünki orada deyir ki, my friend Lara, Stefani yazmısınızsa əgər, Stefani Richard'ın söhbət elədiyi qızın adıdır dinləmədə. Amma orada deyir ki, Stefani bu şəkilləri mənə göndərdi Lara. Ona görə A variantı. Sonra uşaqlar, 2 də cavabı olan böyük ehtimalla hara olar? C variantı, Tayland. Çünki 8 həftə qaldığını orada çox rahat deyir axı. 8 həftə desə 8 weeks. Sözün düzü yadımdan çıxa bilər 8 gün ya həftə. Çünki səhər qulaq asmışam. Amma onu deyəni konkret cavabını deyir C variantı olduğunu. O bilən heç birinin cavabı yoxdur. Məsələn, Y-də Richard nə vaxt Mozambikə gedib, nə bilim. D-də yazıb şəkildə nəyə gülürdü Jackie. B-də yazıb Carlos necə kömək edir Richard'a. A-da da yazıb ki, axırıncı e-mailində Sara nə haqqında yazmışdı. Bunların heç birinin cavabı yoxdur. Sonra 3. Sonra 3-də orada oğlan deyir ki, şəkili gözlənmədən çəkdirsən, belə deyirdi. Gözlənilmədən çəkdirsən. Ki, mən onda bir Saraya qulaq asırdım. Söhbət də mən Saraya qulaq asırdım deyəndə, oradakı mən kimdir? Danışan oğlan da Richard, elə deyil.
Richard was listening to Sarah. Ona görə A-nı götürərəm. Niyə görə o biri variantları götürmürəm? Dersəm niyə görə B olmur məsələn? Uşaqlar, çünki bu cümləni olduğu kimi deyir. Deyir, I was listening to Sarah when the photo was taken. Yəni şəkil çəkiləndə mən Saraya qulaq asırdım. O digərlərini düşünməyə dəyməz. Həm də ki, səhvdir şey olaraq da. Necə deyirlər, ifadə olaraq. Sonra 4, uşaqlar. Bunların transkriptini atmışdım, axı baxmamısınız. Sara team lider deyildi. Jack idi səhv eləmirəmsə team lideri olan. Sonra Jackie Londonda işləmir. Sadəcə deyir ingilisdir. Sonra utancaq olan deyəsən Carlos idi, səhv eləmirəmsə. Yerdə də yazıb uşaqlar, Richardla Carlos heç vaxt bir-birini görməyib. Bunlar bir-birini görməyibsə şəkildə nətər düşüblər, elə deyil. Bir şəklin içindədir bu insanlar. Qalır B variantı. Bunda özü deyir, bizim ad günümüz eyni gündədir Melanie ilə. Sonra 1. Uşaqlar, yazıb ki, burada deməli, bu sözün mənasını kimi tapıb, nə deməkdir bu? Yəni, uşaqlar, köçəri yaşayan adamlar, bəli, bu bir növ belə gedir. Bir qədim köçəri yaşayanlar sağ qalmaq üçün təbiətlə bağlı biliklərinə inanırdılar da, bel bağlayırdılar. Əslində düzdür də. Yəni həmin dövrdə bax fikir verin bu cümləyə. This lifestyle, yəni bu həyat tərzi nəyi tələb eləyirdi onlardan? Ki, bax bu cümlədir sırf. Dərin təbiəti anlama qabiliyyəti. A deep understanding of nature. Belə. Yəni bu cümləyə görə 6-1 turu götürmək olar. Yəni öz biliklərinə əsaslanaraq təbiətdə sağ qalırdılar. Burada da onu deyir ki, bu həyat tərzinə tələb eləyir dərin təbiət bilikləri. Sonra neçə dedi? 4, 6, 4. 6-2-də permanent sözünün mənası nədir? Daimi qalır. Bəli, uşaqlar. Bəs bunun antonimi olan T ilə başlayan söz, olmayan, daha doğrusu o hansı sözdür? T ilə başlayır. Temporary. Bir var permanent, daimi. Bir də var temporary, yəni müvəqqəti. 6-4 uşaqlar. 6-4-də bu sözün mənasını mənə deyin. Nə deməkdir bu? Nəticə, bəli. Yəni demək istəyir ki, agriculture, yəni kənd təsərrüfatla bağlı olan bu inqilabın nəticəsində, yəni inqilab deyəndə, yəni inkişaf deyək də belə. Onun nəticəsində şəhərlər nə elədi? Belə inkişaf elədi, qalxdı, böyüdü. Rise burada böyümək anlamında gedir, qalxmaq, inkişaf eləmək və bu anlamda istifadə olunur. Əslində bu düz ola bilər. Niyə görə düz ola bilər? Mətndə axırıncı yox, 4-cü paraqrafa baxın. Deyir ki, bu agricultural revolution olur və sonra deməli these led to, bax bu hissəyə baxın. These led to, yəni bu nəyə gətirib çıxartdı? Şəhərlərin böyüməsinə. Buradakı bu sözü elə nədən şeydir? Bu agricultural revolutiondan şey olur da, necə deyirlər? Uyğunlaşır. Ona görə turu götürmək olar. Belə. Hardır, çətindirmi? Niyə görə deyir bu müasir bu köçəri qruplar öz həyat tərzlərini qorumaqda çətinlik çəkirlər? Səbəb nədir? Səbəb ən axırıncı paraqrafda challenge yazıb verilib. Challenge özü də zaten nə deməkdir? Çətinlik, problem. Birinci problem sərhədlərdir. Yəni deyir, insanlar nə edirlər? Torpaqları ələ keçirirlər və onlar da rahat gedə bilmir də. Məsələn, tutaq ki, torpaq mənimdir, mənim şəxsi istifadəmdədir. Həmin o insanları qoymuram mənim torpağıma gəlsin. Birinci problem budur. İkinci problem də iqlim dəyişkənliyi, climate change. İndi gedim görüm buna uyğun nəsə götürə bilərəm. Bax, C variantı.
Yəni restricted nə deməkdir? Limitlənmiş şeylər, sərhədlər və ətraf mühitdə olan dəyişikliklər. Heç o digər variantların heç biri bizim baxdığımız o 2 dənə səbəbi vermir mənə. Fikir versiniz. Nə A, nə B, nə D, nə Y. Çünki mən burada yenə deyirəm uşaqlar 2 dənə problem irəli sürdüm 5-ci paraqrafda. Bir müasir sərhədlər dediyi, yəni hansı ki, onların imkan vermir ki, rahat formada köç eləsinlər. Bir də ki, iqlimin dəyişməsi. Sonra 9-da unlike sözünün mənası nə deməkdir? Fərqli olaraq. Bu neçə dəfədir biz qabağımıza çıxır. Bir də neçənci qəbuldur, bu söz var. Unlike, fərqli olaraq. Deyir ki, daimi yerlərdə yaşayan insanlardan, daimi sözü burada permanent, bir daha deyirəm. Daimi yerlərdə yaşayan insanlardan fərqli olaraq köçəri adamlar, gəlin belə variantlardan çıxış eləyək, onsuz baxmalıyıq. A-da yazıb ki, böyük ərazilərə sahib olurlar. O nə deməkdir sahiblənmək? Özdə torpaq sahiblənməyə uşaqlar fikir versəz, müxtəlif ölkələrdən. İndi mən sizə bir söz deyim də, bunlar köçəridir, adı üzərində köçəri. Necə bunların torpaqları ola bilər? Mətndə o mənə deyir. Mətn deyir ki, bu insanların torpaq sahələri olmur. Biraz burada qalır, biraz orada qalır. Amma daha çox nələri olur bunların? Heyvanları, mal-qara sürüləri olur. Orada livestock yazılmışdı, baxın bu hissəyə. Dəvələrdir, keçidir, atdır, hansı ki, nəqliyyat kimi, qida mənbəyi kimi istifadə edirlər. O da rahatdır da bunlar üçün. Mal-qaranın nə var ki, salırlar qabaqlarına, aparırlar özlərini. Amma torpağa aparmaq olmur axı. Ona görə torpağı sahiblənməyiblər. A getdi. B-də problem avoid sözüdür. Bax, yazıb ki, heyvan saxlamırdılar. Yəni, mən elə belə tərcümə edirəm inkarda. Avoid nə deməkdir? Qabağını almaq, qarşısını almaq. Bayaq dedik ki, onlar daha çox heyvanlara düşkündülər. D-də yazıb hökumətdən asılı idilər. Uşaqlar, belə bir şey də yoxdur. Hökumətdən asılı deyə bir ifadə yoxdur mətndə onlarla bağlı. Yəni, qida və su üçün özləri heyvan saxlayırdılar, onun qidasını, qida kimi də onun ətindən falan istifadə edirdilər. Y-də də yazıb ki, evlərini ağır daşlardan və müasir sementdən düzəldirdilər. Bu adamların evi nədən ibarət? Bu çadırlardan. Sement falan istifadə olunmurdu. Qalır C variantı doğru. Ki, özləri ilə uşaqlar limited nə deməkdir? Yəni, limitli sayda fiziki əşya aparırdılar, daşıyırdılar. Səbəb də nədir? Köçəri olduqlarına görə rahat hərəkət eləsinlər deyə, yəni əşyaları çox olmasın. Mətndə bax, buradadır o cümlə. Görə bilirsiniz, set of people nə deməkdir? Məskunlaşmış insanlara nisbətən daha az, figürdə az deməkdir. Daha az materiallara sahib olurdular. Material da yəni burada əşya anlamında gedir də. Yenə deyirəm, səbəb nədir? Rahat formada köç eləyə bilsin. Sonra deməli, onda həm bax. Bir saniyə məni gözləyin. Qayıdın. Deməli, birdə deyir ki, uşaqlar, bu ənənəvi köçəri evlərinə hansı nümunələr var? Köçəri ev burada deyəndə dwellingdir. Söhbət yaşayış, dwelling yaşayış məskəni deməkdir. Yəni ənənəvi belə deyək də, köçəri yaşayış məskənlərinə hansı nümunələri veriblər? Mətndə 2-ci abzasda səhv eləmirəmsə, orada yurd və çadır adı çəkib. Mərkəzi Asiyada bir də baxın, çadırlar istifadə olunurdu, bir də yurd. Bunlardır, bax, bu ikisidir bunun cavabı. Sonra 2. İkidə uşaqlar yazır ki, belə deyək də, əkinçiliyin kəşfi. Farming burada əkinçilikdir. Əkinçiliyin kəşfi insan cəmiyyətinə necə təsir elədi? Təbii ki, necə təsir eləyir? Şəhərlər yaranır, hökumətlər yaranır. Bunu bayaqlarda 4-cü paraqrafda sizə göstərdim. Bax, bu hissədən danışır. Görə bilirsiniz. These led to, bu hissələrdir.
hökumətlərin yaranmasına, şəhərlərin yaranmasına gətirib çıxarır. Bir də burada nəyin cavabı var? 3-ün cavabı yoxdur böyük ehtimal. Deyir, hansı köçəri tayfanın ən çox atı var? Burada o qeyd olunmamışdı. 4-ün cavabı var. Müasir obstacle maneə deməkdir. Köçəri həyat tərzinə müasir maneələr nədir? Onu bayaqlar dedim. Bir iqlim idi, bir də ki sərhədlər. 5-də də yazıb ki, dəvənin səhrada sağ qalması üçün nə qədər su lazımdır? Bu da yox. Okay. Sonra 11-2 dediniz. 11-2 uşaqlar. Fake name bilirsiniz nə deməkdir? Saxta addır, elə deyil. Yəni BBC-də yazmağa başlayanda saxta addan istifadə eləyirdi. Və bilirsiniz hardadır? 2-nin bax burasında. Bax, fikir verin. Bu sözün mənası şey demək, təxəllüs deməkdir, nickname deməkdir. Yəni ləqəb. Yəni öz adından istifadə eləmirmiş daha doğrusu. BBC-də bloq yazanda deməli, öz adından istifadə eləmir. Ona görə də fake name nə deməkdir uşaqlar? Saxtadır da, elə deyilmi? Saxta addan istifadə edir demək, hansı ki 11-2-də bizə nə yazıb? Malala BBC-də yazı yazmağa başlayanda saxta ad istifadə edir. Düzdür. Yəni ləqəbdən istifadə edirdi və yaxud da təxəllüsdən istifadə edirdi. Bu da doğrudur. Daha doğrusu bu doğrudur. Trudur. Uşaqlar 13-də yazıb ki, Malala qlobal auditoriyaya ilk dəfə necə çatdı? Yəni ilk dəfə qlobala necə çıxış eləyir? Uşaqlar, o ilkin versiyada bloq yazaraq çıxır. Belə deyək də, çoxlu insanlara öz fikirlərini necə yeridir, necə deyərlər, diktə eləyir. Bloq yazır və təcrübələrini bölüşür. Baxın, mətndə burdadır. In the early days of her journey, yəni səyahətinin erkən günlərində, yəni ilkin vaxtlarında Malala başlayır bloqlar yazmağa BBC-də. Və hansı ki bu bloqlarda uşaqlar bax fikir versəz, dünyada nəyə göstərməyə çalışırdı? O qadının savadlı olmasının vacibliyini. Yəni deməli ilk dəfə qlobal kütləyə necə çatmağa çalışır? Bloq vasitəsilə. Özü də anonim yazmağın məqsədi nədir bura? Çünki orada fake addan istifadə edirdi, öz adından istifadə eləmirdi. Bloq yazaraq öz təcrübələrini bölüşür. Bununla qlobal bir kütləyə çıxış eləyir ilk dəfə. Sonra sonra 15-də 3. Sağ qaldığı hücuma Malala necə reaksiya verdi? Survive nə deməkdir? Sağ qalmaq. Sağ qaldığı atak, yəni hücuma necə reaksiya verdi? Bunun 2 yerdə cavabı var. Bir 3-də, bir də 5-ci abzasda. 3-cü abzasda deyir ki, ruhu daha da gücləndi. Yəni bu reaksiyasıdır da. 3-cü abzaslarda da diyor. Bax, deyir ki, baxmayaraq ki, fiziki ağrı ilə üzləşdi. Amma Malala izah eləyirdi ki, daha da güclü, onun ruhu daha da güclü oldu, spirit. Reaksiyanın biri budur. Bir də 5-ci abzasda olmalı idi, bir də bayaq baxdıq. 5-ci abzasda ona hücum edənləri bağışladı. Forgive her attackers. Yəni bunlar hamısı onun belə deyək də hücumuna qarşı olan reaksiyalarıdır. 15-də deməli 3-ü dedim. Bir onsuz rahat idi, elə deyil. Birin bloqun məqsədi on sonra yazılıb. Nə idi onun məqsədi? Qadın savadlılığının vacibliyini eləmək, dünyaya göstərmək. 2-də də təhsilin gücü haqqında Malalanın perspektivi nə idi? Fikirləşirdi ki,
Təhsil dünyada nə olacaq uşaqlar? Ən güclü silah olmalıdır da, belə deyək. 4-lə 5-də yoxdur. 4-də nə qədər insan deyir çalışırdı Malala fondunda. 5-ə də ki, ekstrem qrupun adını istəyir. Ekstremist qrupun adı yoxdur. Aha. Neçə dediniz? Uşaqlar, 16-da everydən və no-dan sonra off olmaz. Sonra bilirsiniz ki, all və boşdan sonra cəm isim gələndə xəbər cəmdə olmalıdır. Yerdə qalır bir dənə iç. Özündən sonra cəm gəlsin, xəbər tək olsun. Bunları xahiş edirəm, əzbərləyin. Baxın, qrupa qeydlər də atmışam. İçdir, sonra neyzədir, eyzədir, another'dır, one'dır. Bunlardan sonra off yazıb cəm isim gətirir, amma xəbər yenə də qalır, təkdə qalır. Məqsəd nədir? Orada söhbət tədqiqatçıdan getmir. Tədqiqatçıların hər birindən getdiyinə görə yenə bunun xəbərini təkdə verirlər. 1-ə B-ni götürdünüz. 2-də də uşaqlar, bunu keçən dəfə də dedim sizə. İsmin qabağında article olanda birbaşa offsuz versiyada nə yaza bilərəm? All-la boşu. 2-yə də C ilə D-ni yazsın. Olur B variantı. 17 kimi isə. 17-ni dediniz ümumiyyətlə. Before var uşaqlar, bağlayıcıdır. Dedi ki, bağlayıcıdan dərhal sonra bitmiş zaman gəlmir. Yəni, qayda ilə getmək istəyirsinizsə. Gələcək zaman gəlmir, will olmaz. Had broken, yenə bitmiş zaman olmaz. Yenə deyirəm, uşaqlar, məsələ bağlayıcıdan sonradır. Məsələn, cavab burada C variantıdır. Deyirlər, niyə görə bitmiş zaman götürdüm? Axı, mən deyirəm dilimdə, bitmiş zamandan sonra gəlir, üzrü sayın. Bağlayıcıdan sonra gəlməz bitmiş zaman. Əvvəldə gələ bilər. Bağlayıcıdan sonra gəlməz. O fikir verin, sonra. Gələ bilər. Niyə ki, ola bilər gələcək zamandan indiki sadə zaman olur. Olmaz elə, o da olar, da uzlaşacaq. Yəni keçmiş zaman, hə. Broke up. Elə bir breaking şeydir də, past simple'dır, breaks. Hə, nəsə uşaqlar, uzun sözün qısası. Before-dan sonra bitmiş olmaz. Yenə deyirəm, ha, bağlayıcıdan sonra, bir daha təkrarladım. A getdi, will olmaz, D getdi, Y də getdi. Qaldım B ilə C arasında. B-də də uzlaşma yoxdur. İD ilə S uzlaşmır. Qalır hansı variant? C variant. Bu aydındırsa, neçəyə baxaq? Deməli, 18-də dostlar, nəyə fikir verirəm? Dialoqda, elə deyil. Dialoqda təsdiqə təsdiq sual vermək lazımdır, inkara inkar. Bax, bu dialoq sualıdır. Taq sualı deyil. Dialoq olduğunu hardan bilirəm? Alt-altadır, tire ilə ayrılır. Və bir daha təkrar edirəm. Dialoqda təsdiqə təsdiq sual verirsiniz, inkara inkar. Həm də ki, uşaqlar, keçmiş zamandadır. Bir də ki, mübtəda təkdədir burada. Söhbət özdə menecerdən getmir. Menecerin sərt tənqidi. Sizə demişəm də, apostrof his olanda ikinci tərəfə baxın. Yəni, ikinci isimdir bizim burada əsas odaqlanacağımız nöqtə. O da təkdə olduğuna görə sən onu itlə verməlisən. Keçmiş zamanda da did yazaram da hər halda, discovered. Keçmişdə olduğuna görə did, it. C variantlı cavab. Məsələn, does bəlkə də. Ya da mən sizə baxmışam. Baxın. Hə, C düz. Yenə deyirəm, uşaqlar. Dialoq suallarında təsdiqə təsdiq, amma inkara da necə cavab vermək lazımdır? İnkar cavab vermək lazımdır. Söhbət dialoqdan gedir. Amma ola bilər ki, taq sual olsun. Məsələn, taq suallarını indi növbəti dərs işləyəcəksiniz, görəcəksiniz orada. Taq suallarının xüsusiyyəti necədir? Taq sualları yanaşı olur. Yəni ki, dialoq kimi olmur da, alt-alta yazılmır. Yanaşı yazılır və vergüllə ayrılır. O zaman artıq təsdiqə inkar, inkara təsdiq. Elə bir tərsə versiyanı götürürsən. Bir də sizə bir söz deyim. Bax, Y variantında was var burada uşaqlar. Ümumiyyətlə, to be-nin formalarını yazmaq üçün çalışmalısınız ki, cümlədə də həmin o to be-nin forması olsun. Ya was, ya were.
İkisindən biri olmalıdır mütləq şəkildə. Və yaxud da əmizar özü də. Yəni sən əgər variantda köməkçi feil kimi əmizar götürmək istəyirsənsə, gərək o cümlədə olsun. Cümlədə onu versinlər. Vermədikləri halda heç vaxt gəlib to be götürməyin köməkçi feil kimi. D-ni indiki zamana görə çıxıram. Does indiki zamandır, bax yadınızda qalsın. Amma discouraged keçmiş zamanı göstərdi. B-ni çıxdım ki, təsdiqdir, inkar cavab verə bilmirəm. A-da da ki, they yazıblar deyə, onlar. Axı, söhbət tənqiddən gedir, bu təkdədir. Necə mən onu onlarla verə bilərəm? Sonra on, Qalar. 19-da consequently nəticədə olduğuna görə o ən axırda gəlir. Biri axırda verərəm. Başlayaram 2 ilə. Deyən tərcümə eləyək də. Burada əslində elə nəzərli bir şeylər olduğuna görə. Bir ilkin olaraq meşə odun üçün dağıdıldı. Fikir verin. Log burada odun deməkdir. Odun təsərrüfatı üçün dağıdıldı. Sonra 3 gəlir. Bu hadisəni düzəltmək üçün hökumət ciddi, belə deyək də, meşə bərpa eləmə proqramı təqdim edir. 2, 3. Sonra 4 gəlir. Deməli, desin 4 gəlir, səhv eləmirəmsə, aid də burada. Təsir görmüş yerlərdə affected areas minlərlə ağac əkirlər, 4. Sonra deyir ki, bu təşəbbüs beynəlxalq bu ətraf mühiti qoruyan adamlardan böyük bir dəstək qazandı. Sonra da 1 gəlir. Ki, nəticədə yerli, belə deyək də, bu biomüxtəliflik yenidən çiçəklənməyə başladı. Yəni, ən uyğun uşaqlar belə baxanda tərcümə görə elə A gəlir. Ola bilərdi ki, məsələn, 5 sonra 4 olsun, amma ardıcıl versiyada. Məsələn üçün, A variantında 5-dən sonra 4 də gələ bilərdi. Məna olaraq düz olardı. Amma da B-də kimi yox da 5 araya 3 girsin, sonra 4 yox, belə yox. Eyni ardıcıllığı saxlayıb 5, mənim gözüm onu axtardı və görürsünüz yoxdur variantları. Yəni, ən gözəl A-nı yazmaq. 20-də də uşaqlar, baxın, tələbələrin sayı artıbsa, deməli onda nə olmalıdır? Genişlənməlidir, elə deyil. Bax, fikir verin. Increasing number of students, elə deyilmi? Artan tələbələrin sayı. Ona görə enlarge götürərəm. Bir də nəyi götürmək lazımdır? Expanded. İkisi də genişlənmək, artmaq deməkdir. Diminish və reduce-un mənası nədir? Azalmaq deməkdir, bəli. Bəs 4-dəki sözün mənası nədir? Bəli, pisləşmə, sonra məhv etmək kimidir. Ona görə 1-2 götürmək olar.